Pakistan-Hindistan münaqişəsində zərər görən növbəti məsciddəyik. Bura Kəşmirin düz mərkəzində yerləşən məhəllə məscididir. Kiçik bir məsciddir və təəssüflər olsun ki, Hindistan tərəfi bu məscidi hədəf alıb. Nəticə etibarilə 3 nəfər həyatını itirib. 1 yaşlı, 2 cavan. Və məscidin vəziyyətini göstərmək istəyirəm sizə. Məscidin düz minarəsinə atılıb raket zərbəsi və vəziyyət budur. Amma bir məqama diqqət çəkmək istəyirəm, çünki burada olduğumuz vaxt ərzində mən buna şahidlik etdim. Nəyə? Hələ də burada ibadət olunur və hələ də Kəşmir sakinləri buraya gəlirlər, ibadətlərini edirlər, namazlarını qılırlar. Yəni bu onların qarşısını almayıb. Düz məscidin ortasına atılan raket tamamilə ətrafı məhv edib. Minarəyə aparan yol yoxdur, minarənin heç özü də yoxdur və ayələr olan kitablar, dualar olan kitablar hamısı darmadağındır. Hindistanın terroru məhv edirik, terrorçuları hədəfə alırıq deyəndə nəzərdə tutduğu yəqin ki, bu deyil. Çünki burada terrorçular olmayıb həmin dəqiqə və Pahalqam ərazisində terror aktını da heç bir formada sübut etməyən Hindistan tərəfi Pakistanı bax, bu cür hədəfə alıb. Pakistanlıları, müsəlmanları, indi bu İslamofob, müsəlmanofob deyil, nədir bəs? Sual olur.